Akşamınız xeyir olsun. Hər biriniz xeyirdə alısınız. Bu günlərim yığılmışıq buna ona görə ki, bu günlərim çox vacib olan bir mövzu üzərində danışacağıq və sonda dua edəcəyik. Və dua edəcəyik, ona görə dua etməyəcəyik ki, şəfa alaq. Biz ona görə dua edəcəyik ki, bizə açılsın ki, şəfa artıq bizdədir. Biz dua etməli deyilik ki, biz şəfa alaq. Biz onun yaraları ilə artıq şəfalıyıq. Bugünkü mövzumuzun adı həyat ağacı olacaq. Həyat ağacı. Və bu həyat ağacı nəyə görə bugünkü mövzumuz adı bu həyat ağacıdır? Çünki bugün onurğadakı diriliş gücündən, sənin onurğa sütunundakı diriliş gücündən danışsam. Ki, sənin onurğanda diriliş gücü var. Və bu sadəcə bir möcüzə olmayacaq bu günlərim. Bu elə bil ki, bir biyoloji və ruhani bir inqilab, bir manifest olacaq. Elə bil sən yaratdığın, düşündüyün, düşüncənlə yaratdığın bir aləmə daxil olacaqsan. Mənim məqsədim nədir? Bunu sizə bu barədə danışmaqda. Məqsədim odur ki, hər biriniz, hər bir şəxs, bura yığılan hər bir şəxs öz bədənini, siz öz bədəninizi Məsihin izzətli və yenilənən bir laboratoriyası kimi görəsiniz. Siz özünüzü görəsiniz ki, siz Rəbb Allahın izzətli, məşq olunmuş laboratoriyasınız. Sən başa düşəsən ki, səndə şəfalar baş verir, səndə sağlamlıqlar baş verir. Bu artıq səndə var, bu sənindir artıq, şəfa sənindir. Şəfa səndədir artıq. Sən Rəbb Allahın laboratoriyasısan. Sən Rəbb Allahın texnologiyasısan. Və mən bu sistemli plan haqqında sizə danışacağım. Onun üçün də bugünkü mövzəmizin adı həyat ağacıdır. Yəni, sənin onurğa sümüyündə, sənin birbaşa bədəninlə, bütün başından tutmuş ayağın altına qədər, bədəninin bütün sahələrində onurğanın diriliş gücüdür. O barədə danışacağıq. Biz ölümün illüziya olmağından danışacağıq və həyatın qanunundan danışacağıq. Ki, ölüm illüziyadır. Bəli, ola bilər mən indi, sən tədəsən burada, mən bu şeylərin adını sənə çəkirəm. Mən bunların indi izahını verəcəm sənə. Sadəcə mən bunun adını çəkmirəm. Və bizim bugünkü təbliğin əsas ayəsi odur ki, mənə iman edən heç vaxt ölməyəcək. Buna inanırsanmı? Yahya 11-ci fəsil 26-cı ayə. Bu, məsihçi mənim məsihçi həyatımda, mənim Allahın oğlu olma həyatımda bir inqilab yaradan ayədir. Yaşayan və mənə iman edən heç vaxt ölməyəcək. Buna inanırsanmı? Və keçən bazar günü mən dedim ki, bunun mənasını dedim ki, nə deməkdir? Yaşayıb mənə iman edən heç vaxt ölməyəcək. Buna inanırsanmı? Bunun açıqlaması odur ki, sən elə inanmalısan ki, sən, eşidirsən məni? Sən elə inanmalısan ki, bir də təkrar edirəm, sən elə inanmalısan ki, ölməyəsən. Sən İnan o deməkdir ki, sən Allaha inanıram və vəssalam. Sən elə inanmalısan ki, ölməyəsən. İsa bu sualı 2000 əvvəl Martaya vermişdi, yadınızdadır. O dedi ki, Lazarın bacısı Martana. 2000 il bundan qabaq Martaya verilən bu sual ki, buna inanırsanmı? Bu sual bugün birbaşa sənin hüceyrələrinə verirəm mən o sualı. Və birbaşa sənin toxumalarına verirəm o sualı. Çünki sən özün 30-40 trilyon hüceyrələrdən ibarətsən. Və ona görə də 2000 il bundan qabaq Martanın, İsa'nın Martaya verdiyi sualı bugün mən sənə verirəm. Bugün sənin hüceyrələrinə verirəm bu sualı. Bizə öyrətmişdilər ki, ölüm qaçılmazdır. Bizə ölüm qaçılmazdır dedilər.
Amma Məsih bizə bugün deyir ki, həyat mütləqdir, həyat. Eşidirsən? Həyat mütləqdir. Ölüm yox. Ölüm illüziyadır. Ölüm yoxdur. Bugün bizə həyatdır vacib olan. Biz ölümdən ayrılmışıq. Bizə deyiblər ki, ölüm qaçılmazdır. Bizə deyiblər ki, sən ölməlisən, sonra gedib göylərə düşməlisən. Heç harda yazılmayıb bu. Amma Məsih bizə həyat mütləqdir öyrətdi. Onun üçün də qışqıra bilərsən ki, Haleluya. Nəyə görə mən deyirəm ki, Məsih bizə öyrətdi ki, həyat mütləqdir? Biz düşüncə ilə başlayırıq hər şeyə. Biz qorxmalı deyilik, çünki qorxu bilirsən, qorxu hüceyrəni büzür, hüceyrəni çürüdür, hüceyrəni sındırır. Qorxu sənin hüceyrəni dayandırır, onu bağlayır, onu qapalayır. Amma sevgi və iman hüceyrəni, sənin hüceyrəni genişləndirir və onu bərpa edir. Və onun üçün biz, oy. Haleluya başlandı. Haleluya. Haleluya. Rəbb sənə izzət olsun. Haleluya. Haleluya. Alov içində hiss edə bilərsən. Mən deyirəm ki, qorxu hüceyrəni büzür, onu sındırır. Sevgi və iman isə hüceyrəni genişləndirir, onu bərpa edir. Onun üçün biz xəstə üçün dua edəndə, biz sevgi ilə və imanla dua edəndə, bax bu proses baş verir. Hüceyrələr bərpa olmağa başlayır. Hüceyrələr şəfa almağa başlayır. Və bugün sənin də onurğa sütunun var. Mən əsas ondan danışacağım ki, onurğa sütunu bizim elə həyat ağacımızdır. Onurğa sütunu, sən məbədsən və sənin onurğa sütunun sənin fəqərələrindir. Sənin onurğandır. Həyat ağacıdır o. Məbədin mərkəzi sütunu. Məbəd sənsən, eşidirsən məni? Məbəd sənsən. O sənin sütunundur, sənin onurğan, sənin sütunundur. Sən Allahın kəlamı ilə baxsan, sən görəcəksən ki, onurğa bizim həyat ağacımızdır. Və mən o həyat ağacının sənə ötürdüyü cülallar barəsində danışacağam. Onurğa bizim həyat ağacımızdır. O onurğa, sən onurğan. O göylə, yəni beyinlə ruhu, bizim beynimiz və ruhumuz göylərdir. Yerin qovuşduğu yerdir, yəni bədənlə maddənin. Bizim bədənimiz maddidir. Həyat ağacı. Bu göylə bədənin, yerin birləşdiyi yerdir. Göylər beyindir, ruhdur. Bədən isə sənin maddi olanındır. Ruhani ilə maddiyyətin birləşdiyi yer sənin bədənindir. Çünki onurğa, sənin onurğa sümüyün, sənin onurğan, beynin əmirlərini, beynin fikirlərini bədənə daşıyır. Bu, sənin onurğa sümüyün, xahiş edirəm, sakit olun orada. Haleluya, 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 haleluya. Haleluya, sənə izzət olsun gəlir, haleluya. Onurğa beynin əmirlərini dedim da bədənə daşıyır. Onurğa beynin əmirlərini bədənə daşıyan nurlu bir kəmərdir. Elə bil bir borudur. Və ona görə də əgər boru qırıqdırsa, su axmayacaq, bunu bilirik də biz. Əgər onurğada bir balaca qırıq varsa, ruhun bədənlə rabitəsi kəsilir, ruhun bədənlə əlaqəsi kəsilir. Və bizim özəmizin büyük mərkəzi nöqtəsi odur ki, düşüncəmiz bizim onurğanı birləşdirə bilir. Düşüncəmiz bizim kletkaları, onları bərpa edə bilir. Düşüncəmiz bizim kletkaları birləşdirə bilir. Nəyə görə bu olur?
Çox diqqətli ol ki, bu sözü indi eşidəsən. Bu ona görə baş verir ki, sənin onurğan bu sümük deyil. Bu donmuş işıqdır. Sən nursan, sən işıqsan. Sənin sümüyün sümük deyil, o donmuş nurdur. O işıqdır. Ona görə də insan mən şəfalıyam dedikdə, beyin, sən şəfalıyam deyəndə, beyin onurğa ilığı vasitəsilə onurğanın içində ilik var. Sənin onurğanın içində ilik var. Sənin bədən, sən deyəndə ki, mən şəfalıyam, sənin beynin onurğanın ilığı vasitəsilə kök hüceyrələrə yaran deyir yaran, yenidən yaran, bərpa ol, sağlam ol, şəfa al. Başa düşürsən, əmr verir, yuxarı hissə aşağıya əmr verir. Bu sənin bədəninlə baş verən prosesdir. Bu elmi dərəcədə mən bunu sənə deyirəm və Məsih bunları bizə öyrətməyə gəlmişdir. Bir də təkrar edirəm, insan mən şəfalıyam deyəndə, sənin beynin, sən deyəndə ki, mən şəfalıyam, sənin beynin onurğa vasitəsilə kök hüceyrələrə, sənin hüceyrələrə, sənin DNT-yə deyir ki, xəstəsənsə yenidən yaran, bərpa ol və bu əmri verir o. Və bugün biz bilirik ki, çoxlu ölməzlər və çürüməzlər var. Sən sual verə bilərsən ki, yaxşı, ölməzlər və çürüməzlər varsa, niyə onlar ölməzlər, niyə gizlidirlər, niyə görünmürlər? Və mən sənə demək istəyirəm ki, tarixi reallığı demək istəyirəm ki, hər dövrdə sümükləri birləşdirən, illərlə yaşlanmayan insanlar olublar. İllərlə. Yenok olub, İlyas olub, İsa olub, İsa hələ də yaşlanmır. Yenok hələ də yaşlanmır, İlyas, bu hətta bizim kitabda yazılanlar da hələ. Amma bu o demək deyil ki, onlar gizlidirlər. Onlar gizli deyirlər. Sadəcə onlar tezliyi fərqli olan adamlardır. Onlar başqa tezlikdədirlər. Və mən tam qarşı çıxıram o təbliğlərə ki, kilsələrdə təbliğ edirlər ki, ölümdən sonraki cənnət var. Cənnət ölümdən sonradır. Və mən bilirəm ki, bunu gələcəkdə eşidəcəklər. Mən bilirəm ki, bastırlar bunu eşidəcəklər. Başqa məbədin üzvləri, adamları, insanlar bunu eşidəcəklər. Ki, kilsələr təbliğ edir ki, cənnət ölümdən sonradır. Öləcəksən, sonra cənnətə düşəcəksən. Mən isə bu günlərim sənə deyirəm ki, mən isə sənə öyrədirəm ki, cənnətin hüceyrələrimizə enməsini təbliğ edən mənəm. Mən təbliğ edirəm ki, cənnət bizim hüceyrələrimizə, bizim DNT-imizə enibdir, artıq oradadır. Biz Məsihin bədənləri iksə, əgər biz İsa Məsihin bədənləri iksə, bədənin başı Məsih ölüm bilmirsə nədir? Əgər bədənin başı ölməyibsə, biz bədən necə ölə bilərik? Nəyə görə deyirlər ki, Məsih, xahiş edirəm, burada danışanlar var, səs bura düşür, ya mikrofonunuzu söndürün, bilmirəm kimdir, burada səs gəlir, xahiş edirəm, mikrofonu söndürün, bax buradan, qoyublar telefonu. Pərviz, sən döysən, mikrofonu söndür də, xahiş edirəm. Aleluya. Mən kilsələrdən fərqli olaraq mən sizə öyrədirəm. Cənnət edin. Ölməzlik, çürüməzlik bizim hüceyrələrimizə eniblər. Onlar artıq gələn gəlibdir, məndədir. Gələsi olan gəlibdir, məndədir. Biz Məsihin bədəniyik və əgər biz Məsihin bədəniyiksə və bədənin başı Məsihdə ölüm yoxdursa, bizim bədənimizdə də ölüm bir xətadır, bu xəta baş verir. Biz bugün o xətanı düzəldirik. Əgər baş olan Məsihdə, bədən olan bizdə ölüm yoxdursa və baş Məsihdə ölüm yoxdursa və amma bugün biz bədəndə ölüm varsa, bu xətadır, bu virusdur. Bugün biz o virusu silirik. Mən o virusu silirəm sizin həyatlarınızdan.
Özümdən də silirəm, öz düşüncəmdən də. Necə baş diri ola bilər Məsih? Bədən ölü ola bilər, bədən ölə bilər. Ona görə də mən sizin bədəninizdə olan bu informasiyanı bu günlərim aktivləşdirmək istəyirəm. Mən sizin bədəninizə heç bir informasiya əlavə edə bilmərəm. Çünki artıq sizə nə lazımdırsa o informasiya sizin bədənlərinizdə var. Bugün onu biz aktivləşdirəcəyik. Biz düşüncəmizlə yönləndirəcəyik. Nəsib, mikrofonu söndürərsən qədər. Biz onu yönləndirəcəyik. Biz düşüncəmiz vasitəsilə aktivləşdirəcəyik bunları. Və hər bir kəsdən, hamıdan bir nəfər kimi gözlərinizi yummaq istəyirəm. Gözlərinizi yumun və gözünüzü yumandan sonra fikrinizi öz onurğa sümüyünüzə yönləndirin. Boynunuzun dalından tutmuş tam aşağıya qədər. Və bəyannamə edəcəyik bugün. Biz bəyan edəcəyik bütün bədəninizə. Denən ki, mən bədənimi Məsihin ağlı ilə idarə edirəm. Mənim bədənim Məsihin ağlı ilə idarə olunur. Denən onurğamdakı hər bir fəqərə müqəddəs ruhun enerjisi ilə bir-birinə yapışır, bir-birinə qaynaq olur. Əyrilmiş fəqərələrin belə düzəlməyə başlayır. Mən istilik qanunundan çıxıram. Mən həyat qanununa daxil oluram. Və bunları bir-bir yenidən özünüz üçün eşitdiklərinizi təkrar edin. Və onurğanıza dediyiniz sözləri onurğanıza deyəndə onurğanızın hərəkət etməsini görün. Ki, sizə necə qulaq açır o. Denəm, mənim bədənim Məsihin ağlı ilə idarə edilir. Onun onurğamdakı hər bir fəqərə bərpa olur. Müqəddəs ruhun enerjisi ilə bütün fəqərələr birləşir. Fəqərələrində olan nasazlıq aradan qalxır. Mən denən həyat qanununa daxil oluram. İndi onurğandakı istiliyi hiss elə. Gör onurğandan necə istilik axır. Bu istilik ona görə axır ki, sən onurğandan bədənindəki atomlar yenidən düzülməyə başlayır. Bədənində onurğandakı olan o nasazlıqlar, o problemlər, o pozuntular yenidən bərpa olmağa başlayır. Çünki onlar sənin əmrinə, sənin düşüncəndən gələn əmrə tabidirlər. Və onurğandakı istiliyi hiss elə. O Rəbbin sənin beynin vasitəsilə bədəninə, onurğana ötürdüyü enerjidir. Halleluya. Amin. Amin. Davam edirik. Əziz qardaşlar, hələ təzə başlayırıq. Biz bu günlərim birbaşa bu yüzden çıxılıb, o yüzden gedəcəyik. Biz 100 il gecikmişik. Nəydən gecikmişik? Mənə bu yaxınlarda açılıb. Biz düzdür, 100 il gecikmişik, amma biz bir dəfə 2000 il bundan qabağı gecikmişik.
2000 il bundan qabaq ölməzlik və çürümməzlik haqqında İsa Məsih gəlib təbliğ edəndə, biz onları bədənimizə tətbiq etmək əvəzinə, biz onları bu qulağımızdan alıb bu qulağımızdan bıraxdıq ki, bu gələcəkdə baş verəcək. Və bu hətta 2000 il ondan qabaq da baş vermişdi. Yadınızdadırsa mən sizə danışmışdım necə İsrail səhradan Allahın müqəddəs ruhunu İsa Məsihi özü ilə götürüb Kənan torpağına aparmaq əvəzinə o 10 dənə qanunu götürdü, özü ilə apardı vəd olunmuş torpağa, Kənan torpağına. Sonra bu, biraz bundan sonra İsa Məsih vasitəsilə bu baş verdi. Və mən niyə deyirəm ki, sonuncu dəfə biz 100 il gecikmişik? Çünki 100 il bundan qabaq kvant nəzəriyyəsi adlı bir anlayış gəldi yer üzərinə. Biz 100 il geciksək də problem yoxdur, biz bugün buradayıq. Bizim 100 il gecikməyimiz və bugün burada olmağımız arasında olan dərin düşüncə, dərin məntiq budur. Biz niyə 100 il gecikmişik? Çünki şuur durğunluğu olubdur. Şuurumuzda durğunluq olubdur. Təxminən 100 il əvvəl, 1900-cü illərin əvvəllərində iki böyük inqilab baş verdi. Amma insanlar bunu bədənlərinə tətbiq etməyə cəsarət etmədilər. Kvant fizikası doğuldu. Elm sübut etdi ki, gör nəyi sübut edib elm bu günlərim açıq şəkildə göstərir. Maddə, bir maddə, yəni bədən, əslində enerjidir. Və müşahidəçi, yəni düşüncə, maddəyə təsir edə bilir. Sənin düşüncən hər şeyə təsir edə bilir. Bu, ruhani oyanış dalğası idi. Bu, sadəcə, bu elə bir ki, imanla şəfanın, sadəcə biz deyirik ki, imanla biz dua etdiyi möcüzə baş verdi. Sən demə, bu möcüzə deyilmiş. İmanla dua edib şəfa almaq və ya şəfa vermək, bu möcüzə deyil, bu bir qanundur. Bu bədənin qanunudur, bunu kəşf elm, bugün bunu kəşf elədi. Ki, imanla dua edərək şəfa vermək, bu möcüzə deyil. Bu qanundur. O vaxt ki, sənin düşüncən tapşırıq verir, sənin kletkaların, sənin sümüklərin bərpa olmağa başlayır. Bəs gecikmənin səbəbi nə idi? Niyə biz 100 il gecikdik? Bir dəfə Musa'nın devrində gecikdik. Bir dəfə İsa'nın devrində gecikdik, 2000 il bundan qabaq. Bir dəfə də 100 il bundan qabaq gecikdik. Çünki dünya sistemi tibb və ən çox da dini konfessiyalar, dini dogmalar insanları yenidən qocalıq və ölüm qorxusuna həbs elətdirdilər. Ki, sən ölməlisən, bunu kilsələr elədilər pul yığmaqdan ötəri. Kilsənin özü yox, kilsə təlimləri. Bunu, səhiyyə bunu belə elədi ki, pul, çünki sən başa düşsən ki, sən özünü sağalda bilən, özünü bərpa edə bilən yeganə enerji, gücsən, qüvvəsən, dünyada bir dənə aptek qalmayacaq. İndi başa düşürsən gecikmənin səbəbini, heç bir aptek işləməyəcək. Biz bu texnologiyanı, düşüncə ilə hüceyrəni idarə etməyi 100 il əvvəl kütləvi şəkildə başlamalı idik. Və bu məbəddə, mənim qulluq elədiyim bu məbəddə, sizlərdən ibarət olan bu məbəddə baş verən hər bir şəfa, hər bir birləşən sümük, hər bir burada şəfa alan sənin kletkan dünyaya bir mesajdır. Mesajın adı budur. İnsan. Ay insan, ay Allah'ın yarattığı varlıq, ay varlıq, sən ölməzlik üçün yaradılmısan, ölmək üçün yox. Eşidirsən məni? Sənin yaradan səni ölmək üçün yaratmayıb, o səni ölməzlik üçün yaradıb. Halleluya! Sənə bunu bugün bilmək lazımdır. Sənə bugün bunda böyümək lazımdır. Sən bu tezliyə özünü kökləməlisən.
Bax, hüceyrələr var ha, sənin hüceyrələrin. Qorxu və şübhə tezliyində olanda, qorxu və şübhə anında olanda, onlar qapanırlar. Onlar müdafiə olunmaq istəyirlər. Çünki qorxurlar. Onlara əmir vermək üçün əvvəlcə sən məhəbbət və minnətdarlıq tezliyinə keçməlisən. Sən keçməlisən qorxu tezliyindən, qocalma tezliyindən, şübhə tezliyindən, sən keçməlisən məhəbbətə, sən keçməlisən minnətdarlıq tezliyinə, sən keçməlisən o loru dildədirsən, o abu-havaya, o tezliyə. Ruhani tərəfini deyirəm bunun. Məhəbbətdə qorxu yoxdur, yadınızdadır, kəlam deyir. Yahyanın məktubunda, birinci məktubunda deyir ki, məhəbbətdə qorxu yoxdur. Kamil məhəbbət qorxunu qovur. Ona görə də əmirdən əvvəl bədənindəki hər bir hüceyrəyə Yaradanın sevgisi ilə dolu olduğunu hiss etdirməlisən. Sən bütün kletkalarına Yaradanın sevgisi ilə dolu olduğunu hiss etdirməlisən. Ki o hiss eləsin ki, o Yaradanın sevgisi ilə doludur, onun gücü ilə doludur. Sən aktivləşdirməlisən bu bədəni. Hüceyrə, bax sənin hüceyrələrin, sənin hüceyrəndən danışıram. Ev sahibinin dinc olduğunu bildikdə qapılarını açır. Ona reseptorlar deyirlər tibbdə. Sənin hüceyrən, ev sahibinin dinc olduğunu bildikdə, sən sakit oturanda, sən daxilində dinc olanda, sənin bədənin artıq, bədənində olan hüceyrələr artıq qorxmamağa başlayır. Sən məhəbbətə, Allahın məhəbbətinə, Allahın sevgisinə daxil olursan. Və onda sənin kletkaların, sənin bədəninin reseptorları açılmağa başlayır. Sən rahatlaşırsan. Və sən öz fokusunu, öz düşüncəni onurğan vasitəsilə bədənində yönləndirirsən. Düşüncə dağınıq olanda o çox gücsüz olur. Sənin düşüncən bir yerə köklənəndə, sənin düşüncən çox güclü olur. Və sənin düşündüyün hər şey yerinə yetir. Amma o vaxt ki, düşüncə bir məsəl var, ördək, xərçəng, balıq. Ördək havaya dartır, xərçəng quruya dartır, balıq da suya dartır. Amma güc birlikdədir. O vaxt ki, sənin düşüncən bir yerə fokuslananda, sənin düşüncən bir yerə, bir nöqtəyə diqqətini yığanda, o güclü olmağa başlayır. Ona görə də sən düşüncəni, öz fikrini, onurğa sütunu vasitənlə, öz onurğa sütunun vasitəsilə lazer kimi, o lazer var, lazer şüası, lazer kimi bir nöqtəyə toplamalısan. Çünki işıq, görmüşsünüz da, günəşin altına şüşəni tutanda, yavaş-yavaş onu nöqtə kimi eləyəndə, o düşdüyü nöqtəni yandırır. Amma o geniş olanda yandırmır, alovlandırmır. Məni anlayırsınız? Bir başınızdan bir belə eləyin, görün, məni anlayırsınız? Ki, mən nəydən danışıram? Bəli, Pastor Elşən, bəli, искажение реальности было 100 лет тому назад, правильно. Aleluya, aleluya. Sən demə elə, o Rəhna bacının sözünə görə deyirəm, Rəhna bacının sözünə görə. Sən demə elə kımat nəzəriyyəsi də Məsihiymiş. Prosto bizə deməyiblər, biz bilməmişik. Bəli, biz onurğaya, düşüncəmizi lazer kimi onurğaya yönləndirməmizdən danışırıq. Diqqətini onurğanın ən alt nöqtəsindən, elə bil quyruq sümüyündən beyin sapına qədər bir işıq sütunu kimi, bir sütun kimi qalıbdır. O sütun kimi sənin bədənində durubdur. İndi gözünün qabağına gətir. İndi sadəcə gözünü yum və diqqətini, bax bu onurğan barəndə deyirəm, və gözünün qabağına gətir.
ən alt nöqtədən büzlük sümüyü deyilən yer var. Oradan bax, yavaş-yavaş 33 dənə fəqərə var. Yavaş-yavaş öz onurğa görə düz boynun dalına kimi qalx. Mən dediyimi sadəcə elə xahiş edirəm. Bax, onurğanın oturduğun yerdə ən aşağıda büzlük sümüyü deyilən yer var. Oradan düz boynlara arxasına kimi. Tələsmə, bir şey çara tələsmirik. Quyruq sümüyündən beyin sapına qədər, düz boynun, başın taracağına qədər. Bir işıq sütunu kimi qaldır. Gör necə ki, bir işıq sütunudur. Həyat ağacıdır o sənin bədənində. Və o sənin həyatının işıq sütunudur. Onun için ilə işıq qalxır, düşür. İndi onurğanın bax, indi görürsən necə ki, onurğanın daxilində o işıq var. İşıq sütunudur o onurğan sənin. Bədəni saxlayan həyat ağacıdır. Onurğana iliyindəki kök hüceyrələri var. O hüceyrələrə indi müraciət et. Bax, indi onurğanın içində olan o iliyə, kök hüceyrələrə müraciət et. Ona deyən ki, siz Məsihin dirilik kodusunuz. Siz Məsihin dirilik şifrələrisiniz, kodusunuz. Və ona tapşırıq ver, o iliyinə, onurğanın içində olana tapşırıq verdiler ki, indi oyanın və zədəli nahiyələrimə axın. Bütün bədənimə axın. Halleluya. Bax, sənin onurğan bir işıq sütunudur. O sümük deyil. O bərkimiş işıqdır. Ümumiyyətlə, sən bütün varlığın işıqdır. Sən işıqsan. Sən işıq evladısan. Sən nurdan əmələ gəlmişsən. Kəlam bunu belə deyir. Və indi o vaxt ki, onurğanda o tapşırığı verdin, onun tərpənməsini hiss etməlisən, onun isinməsini hiss etməlisən. Mümkün deyil ki, sən ona deyəsən, o qəbul edə bilməyə. Çünki mən sənə faktiki deyirəm, onurğa bədənin bütün informasiyasını, beynin bütün informasiyasını bədənə daşıyan kəmərdir, işıq kəməri, nur kəməridir. Halleluya. Amin. Söz, kəlam, söz, maddəni formalaşdıran vibrasiyadır. Bizim sözümüz maddəni bizim istədiyimiz formaya salır, titrəyiş yaradır. Ona görə də biz hüceyrələrimizə xahiş etməli deyilik. Onlarla hakimiyyətlə danışmalıyıq, onlara tapşırıq verməliyik. Və sənə əmrin strukturundan demək istəyirəm ki, əmr etməyin strukturu budur ki, mən əmr edirəm və indi özünə əmr elə. Mənim arxamca deyil, denəm, mən qocalma prosesini dayandırıram. Bax, o onurğana əmr elə bunu, onurğanın içindəki sümüyə əmr elə. İnformasiya axını durbasına əmr elə. Denəm, mən əmr edirəm. Qocalma prosesi dayansın. Denəm, mən əmr edirəm. DNT zəncirləri bərpa olunsun. Qırılmış kletkalar arasındakı zəncirlər bərpa olunsun. Denəm, mən əmr edirəm ki, sümüklər birləşsin, sınmış kletkalar birləşsin, sınmış DNT'lər birləşsin və iliklə dolsun. Sən bu sözləri deyəndə, sən bədənindəki hər bir atomun, sən atomlardan ibarət, hər bir atomun titrəyişi ilə, vibrasiyası ilə
hərəkət etməsini hiss etməlisən. Biz reallıqdan danışırıq, bitmiş reallıqdan. Bizim üçün hər şey tamam olubdur. Çünki sənin beynin, bax qulaq as, sənin beynin xəyalla reallığı ayıra bilmir. Sənin beynin bilmir ki, xəyal nədir, reallıq nədir. Ona görə də hüceyrəyə gələcək üçün deyil, gələcək zaman üçün deyil, indiki zaman üçün əmr verilməlidir. Sən öz hüceyrənə indi üçün əmr verməlisən ki, mən indi bunu istəyirəm. Sən görməlisən ki, sən onurğanı tam bütöv hüceyrələrin isə 20 yaşındakı kimi görməlisən ki, necə ki 20 yaşındasan. Parıldayan özünü bir 20 yaşında necə parıldayan, zərif, bədənliydin, bax elə görməyə başlamalısan. Onurğanı tam bütöv gör ki, o düppədüzdür, sağlamdır. Sən bunu görməlisən, sən bunu vizuallaşdırma deyirlər, bunu gözün qabağına gətirməlisən. Və hüceyrələrini 20 yaşındakı kimi, parıldayan kimi görməlisən. İndi başda öz hüceyrələrini xırda, zərrəcik kimi, parıldayan zərrəcik, işıq zərrəcikləri kimi gör. Çünki sənin reseptorların işıqdır, sən işıqdan əmələ gəlmişsən. Sən nur evladısan, sən nurdan əmələ gəlmişsən. Sən bu şəkili mənim sənə danışdığımı beynində saxladıqda, mən danışdığım şeyləri sən orada bozbaş pişirməyib, doğğa pişirməyib, oturub həqiqətən, diqqətlə mənə qulaq asırsansa və mənim dediklərimi eləyirsənsə, sən bu şəkili beynində saxlayırsansa, sənin beynin, sənin bədəninə vəziyyət artıq budur siqnalını göndərir ki, artıq sən şəfalısan. Və biologiya, yəni sənin bədənin bu yeni reallığa uyğunlaşmağa başlayır. İndi biz bir ölməzlik protokolu barədə danışacağım. Sonra biz praktik edəcəyik. Birinci biz ölməzliyə daxil olmaq üçün birinci mərhələ var. Biz sakitləşməliyik. Biz sakitləşməliyik. Biz istəyirik ki, həm sakitləşməyək, həm bu dünyanın ölümü ilə mübarizə aparaq, həm də ölməyək. Elə olmur. İsa Məsih ölümlə mübarizə aparmırdı. Biz sakitləşəcəyik indi. Mən sizə kömək eləyəcəm. Biz sakitləşəcəyik 5 dəqiqə. Və biz qorxu və ölüm proqramını söndürəcəyik. Eşidirsən məni? Anlayırsan məni, sən hara gəlib çıxırsan? Biz indi sakitləşəcəyik və ölüm proqramını söndürəcəyik. İkinci akta nə edəcəyik? Biz onurğamızı aktiv edəcəyik 5 dəqiqə ərzində. Biz elektrik axınını, ruhani enerjini açacağıq onurğamıza və o onurğamız vasitəsilə o bədənlərimizə işləyəcək. Sən bugün bunu real olaraq yaşayacaqsan. Üçüncüdə biz hüceyrələrimizlə diyaloqa girəcəyik, söhbət edəcəyik. Buna 10 dəqiqə vaxt harcayıb bugün. Və biz hər bir orqanımıza, hər bir sümüyümüzə dirilmə əmri verəcəyik. Dördüncüdə isə biz bunu möhürləyəcəyik. 2 dəqiqədə ona vaxt harcayıq, 2-3 dəqiqə. Biz amin oldu deyərək reallığı sabitləşdirəcəyik ki, artıq. Və ona görə də mən sizə bəyək demişdim ki, yanınıza yağ qoyarsınız. Yağ barəsində demək istəyirəm, yağ nə üçün lazımdır? Biz bilirik ki, Yaqubun kitabı 5-ci fəsil 14-cü ayədə kəlamda yazılıb ki, aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtırsın. Onlar da Rəbbin adı ilə yağla məşq edərək dua etsinlər. Mən çox fikirləşmişəm ki, bir neçə
Məsihdə olan vaxtdan bəri fikirləşmişəm ki, bu yağ nə üçündür axı? Nəyə görə yağla məsh etmək? Və mənə bu gün açılır ki, yəni bu gün deyəndə indi açılır ki, müqəddəs yağ, yəni yağ sürtəndə, müqəddəs yağ və sözün vibrasiyası arasında əlaqə var. Bu, əslində ruhani və fiziki sahəyə aiddir. Bir imanlı olaraq sən yağ sürtməklə bədənini müqəddəs bir titrəyişə, rezonans üçün hazırlayırsan. Mən sənə bunun həm kəlam səviyyəsində, həm bioloji, yəni həm ruhani, həm bioloji açıqlamasını vermək istəyirəm ki, müqəddəs yağ, yəni bu informasiya daşıyıcısıdır. Bibliyada yağ həmişə müqəddəs ruhun təmsilçisi olub da, biz müqəddəs yağdır, küfrlər başlarından, müqəddəs yağ. Amma bunun elmi tərəfi də var. Bioloji keçiricilik, yağlar, yəni o yağlar lipidlərdən ibarətdir də, yəni yağlar hüceyrə membranının əsasını təşkil edir. Sən bədənə xüsusilə də onurğana yağ sürtdükdə hüceyrə səviyyəsində keçiriciliyi artırırsan, onun sənin sözünün bədənə keçiriciliyi güclənir. Başa düşürsən? Mən anlayırsan yağ barəsində olan bu fikrimi? Yağ sən sürtəndə alnımıza sürtəcəyindi, bir də onurğamıza sürtəcək. Yağ sənə kömək edəcək ki, sənin tapşırığın, sənin əmrin, sənin sözünün bədənə keçiriciliyi güclü olsun. Bu bunun üçün imiş. Yağ elə bir növ antena rolunu oynayır ki, sənin dediyin sözün vibrasiyası bədəndə daha dərindən, elə bil sənin bədənə daha dərindən nüfuz etsin. Və mühürlənmə nə üçündür? Yağ sürtülən layihə sanki xarici dünyanın, elə bil xarici aləmin ölüm tezliyindən ayrılır. Və ilahi bərpa sahəsinə daxil olur. O vaxt ki, sən yağ sürtürsən bədənə, o ölüm tezliyindən kənar olur. Və maddəni formalaşdıran tezlik yaranır. Yadınızdadır, yaradılışın başlanğıcında söz var idi, logos. Başlanğıcda kəlam var idi. Yəni başlanğıcda düşüncə var idi. Sən bir söz deyəndə, sənin sözün havada dalğalar yaradır. Və bu dalğalar sənin hüceyrənə çatanda aşağıdakı bu proseslər baş verir. Sümüklər sənin sümüklərin elektrik xüsusiyyətinə malikdir. Sənin sümüklərində elektrik ötürücüsü kimi belə bir xüsusiyyət var. Yəni, mexaniki təzyiq və ya sənin səsinin titrəyici vibrasiyası sümükdə elektrik cəryanı yaradır. Hey! Ona görə də sən birləş əmrini verdikdə, o səsin vibrasiyası onurğada real elektrik qığılcımları yaradır ki, bu da sənin sümük hüceyrələrinə aktivləşdirir, onlara təsir edərək sənin sümük hüceyrələri aktivləşdirir. Biz bilirik ki, suyun yaddaşı var. Suyun yaddaşı var. Və insanın bədəninin 70% sudur. Və sözün vibrasiyası, sənin sözünün titrəyişi, sənin bədənindəki suyun strukturunu dəyişir. Başa düşürsən nə var? Adi suya qoyurlar mikroskop altında, yaxşı söz deyirlər, yaxşı olur su. Pis söz deyirlər, pis olur, görmüş olarsınız. Nə bilim, YouTube'da da hamınız görmüş olarsınız, ha? Və sən o 70% o su sənsən. Və bugün o suya deyəcək, o sən bədənini təşkil edən o suya deyəcək və o sənə qulaq asacaqdır bu gün. Və yağ və sözün birliyi, yağlama, yəni yağı onurğa sütununun yuxarısından aşağıya doğru çəkəcəksən. Sən onu hazırlayacaqsan. Sən bədənini hazırlayacaqsan. Sən yağ sürtərək bədənini hazır edəcəksən.
Sənin bədənin hazır olacaq. Ona görə də demişdim ki, yağı gətirin. Və bu 4 mərhələni biz edəcəyik. Yağı onurğa sümüyünə və kəssəzliyi, sözlərlə pıçıldama, onları qətiyyətli və vibrasiya ilə biz deyəcəyik. Bir səslə, biz yavaşca deməyəcəyik, biz qətiyyətlə deyəcəyik, yağı sürtəndən sonra bədənimizdə ki, sən belə olmalısan, sən belə olmalısan. Və bu səs sənin bədənində əks-səda verməlidir və verəcək də. Sən özün hiss edəcəksən ki, sümüklərin necə titriyir. Sən əmr edəcəksən ki, mən bu məşq olunmuş bədənə əmr edirəm. Sözün vibrasiyası onurğa iliyinə çatsın ki, orada o olan ölüm informasiyasını həyata çevirsin. Başa düşürsən, nəyə görə mən bunları sənə belə xırdalıqdan izah edirəm? Nəyə görə bu yağ sürtmə ölməzlik üçün vacibdir? Çünki bizim hüceyrələrimiz, sənin kletkaların, sənin hüceyrələrin hər an bir səs eşidir. Əgər bədən daimi xarici dünyanın xəstəlik və yaşlanma, qocalma vibrasiyasını eşitsə, o bədənin sənin o proqramı icra edir. Sən ona görə qocalmısan ki, sən uşaqlıqdan eşitmirsən ki, böyüyəndə qocaldasan. Sənin bədənin də o informasiyanı qəbul edir və qocalır. Amma sən yağ və yüksək tezlikli sözlə, indi yağ sürtərək, yüksək, güclü sözlə, sən xaricdən gələn səsləri kəsəcəksən. Və sənin bədənin yalnız bir səs eşidəcək. Mən ölməzəm və yenilənirəm. Mən ölməzəm. Ona görə də bu 4 mərhələni biz keçəcəyik. Sakitləşmə, onurğanın aktivliyi, hüceyrəyinlə diyalog, söhbət, möhürləmə. Və biz bunları, bu praktikanı yerinə yetirəcəyik. Ona görə də olduğun yerdə bir rahatlaş. Uzanada bilərsən, gözünü yuma da bilərsən, yəni yumsan gözünü daha da yaxşı olar. Oh, halleluya, halleluya, halleluya. Oh, halleluya. Oh, halleluya. Halleluya. Biz başlayırıq bunu yerinə yetirməyə. Ona görə də indi əlini yağa batır, alnına sürt. Əlini batır, onurğa sümüyünə sürt. Yağ sadəcə ötürücülüyü gücləndirir. Sənin sözünün titrəyişini sümükdə hiss etmək üçün. Yaxşı-yaxşı onurğa sümüyünün əlini çatan qədər yağla, alnına sürt, üzünə sürt. Ağrıyan yer varsa ora sürt. Haran ağrıyırsa hər yerinə sürt. Və indi sakitləş. Məqsədimiz nədir? Məqsədimiz odur ki, biz bədəni həyəcan, yəni stres rejimindən çıxarıb təmir rejimini aktivləşdirməliyik. Biz indi səninlə birlikdə sənin bədənini qorxu rejimindən çıxardıb, qocalma rejimindən çıxardıb, ölmə rejimindən çıxardıb, təmir rejimini aktivləşdirməliyik. Qorxu, ölüm qorxusu. Bu, elmi dildə kortizol deyilən bir şey var.
ölüm qorxusu bədəndə kortizol ifraz edir ki, bu da hüceyrənin bərpasını dondurur. Hüceyrə bərpa olanmır. Qorxu hüceyrəni dondurur. Ona görə də sən ölüm proqramını söndürməlisən ki, bədənində bədən yenilənməyə başlasın. Rahat əyləş və gözünü yum. Burnunla dərindən nəfəs al. Və yavaş-yavaş ağzınla nəfəsini burax. Rahatlaş, sakitləş, hər şey yaxşıdır. Nə eləyim, necəliyim demə, heç nəyin qayğısına qalma. Sən qayğıya qalmaqla heç bir qarış boynu belə artıra bilməzsən. Sən Məsih ilə hər şey edə bilərsən. Ona görə də bir də dərindən burnunla nəfəs al, dərindən. Saxla, 4-5 saniyə saxla. Yavaş-yavaş indi nəfəsini burax. Bir də dərindən nəfəs al. Nəfəs alanda elə ki, qoy sinən, qarın boşluğun tam dolsun. Doldur özünü. Al. Gözlə. Gözlə. Qorxma, nəfəs almağa ehtiyac yoxdur. Sən özün həyatsın. Və yavaş-yavaş nəfəsini burax. Və özünə indi ürəyində bu sözləri dinən. Denən, mən zamandan və məkandan kənara çıxıram. Mən zamandan və məkandan qırağa çıxıram. Mən ruhun sükutundayam. Və indi diqqətlə özünə baxsan, görəcəksən ki, ruhun bədənini tərk edib. Özünü qıraqdan görə bilərsən. Və başla indi görməyə necə ruhun bədənini tərk edib. İndi öz bədəninə kənardan bax. Mən bilirəm nə deyirəm. Mən yaşadığımı danışıram. Öz bədəninə kənardan bax. Qorxma. Hər şey əladır. Ruhun sənin bədəninə kənardan baxır. Sən ruhsan. Bədənin isə bərkimiş ruhdur. Nigarançılığa ehtiyac yoxdur. Bədəninin hər bir əzələsinin boşaldığını hiss et. Hiss et ki, bədənin əzələlər necə bədənində boşalır. Sənin bədənindəki hüceyrələrin artıq müdafiə olunmağına ehtiyac yoxdur. Bax, sən indi reallıqdasan. Reallıq budur. Sən ruhsan. Ruhun isə əti və sümüyü olmur. İsa dedi, əllərimə və ayaqlarıma baxın. Bu mən özüməm. O dedi, mənə toxunun və baxın. Çünki məndə olduğunu gördüyünüz kimi
ruhun əti və qanı olmur, sümüyü olmur. Heç bir nigarançılığa ehtiyac yoxdur. Özünə kənardan baxmağa sənin tam ixtiyarın var indi. Sən o vəziyyətdəsən. Biz heç ara tələsmirik. Biz heç ara tələsmirik. Öz bədəninə qıraqdan baxa bilərsən. İndi sənin onurğanı aktivləşdirəcəyik. Onurğanı aktivləşdirməkdə məqsədim odur ki, sənin ruhani enerjini, yəni bioloji elektriki, bioloji toku əsas kanala yönləndirək, yəni onurğaya. Çünki onurğa sütunu bədənin enerji magistralıdır. Onurğa sütunu bədənin enerji durbasıdır, kəməridir. Çünki başdan gələn bütün əmirlər orqanlara onurğa vasitəsilə, bu boru vasitəsilə keçir. Və sənin kletkalarının şəfası, sümüyünün qırılan sümüklərin birləşməsi, qırılan kletkaların birləşməsi, İşıq buradan axmalıdır sənin o qırılan sümüklərə, qırılan kletkalara, zədəli yerlərə. Və bugün indi bu dəqiqə olduğun yerdə diqqətini onurğanın ən alt nöqtəsində büzdüm sümüyü deyilən yer var, ora yönəlt. Və hər nəfəs alanda indi görəcəksən ki, parlaq, qızılı bir işıq, yəni Məsihin izzəti onurğa sütunu boyunca yuxarı doğru, beyin sapına, boynunun arxasına doğru qalxır. Bunu görməyə başla, görüntülə bunu. Bunu vizuallaşdır, bunu görüntü elə ki, gör necə tam aşağıdan, düz başının qutaracağına qədər, boynunun arxasına qədər Məsihin izzəti bir işıq şəklində necə qalxır sənin daxilində, onurğa sümüyünün daxilində. Və indi başda hiss etməyə ki, sənin onurğandakı hər bir fəqərə, yəni disklər, bu enerji ilə isinirlər. Bax, gör onurğan necə isinir və onlar düzülməyə, bərpa olaraq düzülməyə, düzü, hərəsi öz yerinə qayıtmağa başlayır. Onlar bərpa olurlar. Halleluya. Əgər onurğanda və yaxud başqa bir yerdə bir zədə varsa, indi daxilində o qalxan Məsihin izzəti olan o işığı, o enerjini o nöqtəyə dayandır. O işığı o nöqtədə dayandır. Və orada dayandığını və oradakı atomları yenidən birləşdirdiyini gör. Gör necə bərpa edir o işıq. O atomları necə bərpa edir, birləşdirir. Qırılan sümüklərin birləşir. Kletkaların gör necə birləşir. Və görəcəksən ki, bu güc, bu işıq, bu enerji indi dayandığı yeri necə bərpa edir və sən şəfa alırsan. Zədələnmiş atomların bərpa olur. Bu sənin bədəninin Allah tərəfindən verilmiş qabiliyyətidir. İndi onurğanın içi ilə yuxarı qalxıb düşən işığa diqqət et. Gör onurğanın içi ilə o işıq, Rəbbin izzəti necə sənin onurğa sümüyünün daxili ilə qalxır və düşür və bütün bədənə güc verir. Bu, Rəbb İsa Məsihin səndə olan gücüdür, işığıdır, enerjisidir. Çünki sənin gücün Rəbdəndir. Sevin və şadlan.
Çünki bu izzət gücü səndədir. Və bu gücü indi onurğa sümüyünün içində, onurğa sütununun içində, həyat ağacın olan onurğanın içində bu gücü hiss et. Hiss et. Hey! Üçüncü mərhələyə keçirik. Hüceyrələrimizlə diyalog quracağıq, söhbət edəcəyik. Məqsəd istəyimizi, iradəmizi bədənin hər bir hüceyrəsinə proqram kimi yükləməkdir. Məqsədimiz odur ki, öz istəyimizi, ölməzlik, çürüməzlik istəyimizi, əbədi olmaq istəyimizi öz hüceyrələrimizə proqram kimi yükləyək. Çünki hüceyrələr ağıllı varlıqlardır və sahibin əmrini gözləyir. Eşidirsən? Bizim hüceyrələrimiz, sənin hüceyrən ağıllı varlıqdır və o öz sahibinin, yəni sənin içində olan ruhun əmrini gözləyir. Sən bugün bu yerdə birbaşa biyoloji qanun vericilik edirsən. Sən biyoloji qanunu bədəninə verirsən. Və indi yum gözünü və öz sümüklərin üçün, onurğan üçün, kletkaların üçün denən, mən sümüklərimə, kletkalarıma əmr edirəm. Məsihin gücü ilə bir-birinizə sıx birləşin, qaynaq olun. İlikləriniz qoy, qan və həyatla dolsun. Sənin qanın dinən mənim qanım yenilənir, başlaşır, işığa çevrilir. Denən mənim qanım işığa çevrilir. İndi başla görməyə, indi başla görüntüləməyə ki, sənin damarlarında axan qan, bax, gör necə qaynamağa, fəallığa və aktivliyə başlayır. Bax, gör sənin qanın necə hərəkətə başlayır, sevincdən. Və indi damarlarında axan qanın qırmızı yox, işıq olduğunu görməyə başla. Yarat o görüntünü ki, qırmızı deyil qanın, işıqdır, nurdur, Rəbbin izzətidir. Çünki reallıq budur ki, sizin qanlarınız qırmızı deyil, onlar qızılı işıqdır. Dərindən indi bir nəfəs al. Biraz bir 5 saniyə nəfəsini saxla. Sonra yavaş-yavaş nəfəsini bırax. İndi daxili orqanlar üçün dua edəcəyik. Amma yenə dərindən burnunla nəfəs al. Tələsmə heç ara, yavaş-yavaş et. Bir müddət saxla və nəfəsini bırax. İndi daxili orqanlarımız, bütün puldanan orqanlar üçün əmr edəcəyik. Denən xəstəlik və qocalma proqramı, mən sizi bütün orqanlarımda sıfırlayıram. Denən qəlbimə, ciyərlərimə və beynimə əmr edirəm. Denən siz əbədi gənclik tezliyindəsiniz. Denən heç bir xəstəlik və qocalma proqramı sizdə yer tapa bilməz. Oho! Dərin
dərindən nəfəs al indi. Doldur sinəni, ciyarını. İndi kletkaların üçün dua edəcəyik. DNT-nin üçün dua edəcəyik. Sənin hüceyrələrinin mərkəzi İsa'nın izzətidir, İsa'nın enerjisidir. Uzun müddətdə alimlər atomları tapmışdırlar. Amma atomları bölə bilmirdilər, daxilinə girə bilmirdilər. Bugün onlar insanın atomlarını, kletkaları tapıblar, onun daxilini açıblar. İçi boşdur, içi enerji ilə doludur. Rəbbin nuru ilə, işığı ilə, Rəbbin gücü ilə doludur. Və diqqətini öz hüceyrələrinin mərkəzi nüvəsinə yönəlt. Öz təşkil olunduğun hüceyrələrin mərkəzinə yönəlt. Denən DNT zəncirlərim, denən kletka zəncirlərim, Məsihin izzəti ilə özünüzü bərpa edin. Öz kletkalarına denən ki, ölümsüzlük kodunu aktivləşdirin. Denən, mən əvvəlki deyiləm, mən özümə qayıtmışam. Yəni, mən ölməzliyə qayıtmışam. Denən, mən indi reallıqdayam. Çünki başlanğıcda belə idi. Mən başlanğıcda olduğum vəziyyətə qayıtmışam. Mən evə qayıtmışam. Mən özümə qayıtmışam. Mən ölməzliyimə qayıtmışam. Mən qocalmamazlığa qayıtmışam. Mən çürüməzliyə qayıtmışam. Halleluya. İndi biz bunları mühürləyəcəyik. Ona görə indi mühürləyəcəyik ki, yaradılmış yeni reallığımızı, biz yeni reallıq yaratmışıq sənin bədənində. Zaman və məkanda biz onu sabitləşdirəcəyik. Yaradılmış bu yeni reallıq səndə sabitləşməlidir. Bu adi bir hal olmalıdır. İzahı isə odur ki, şübhənin qarşısını almaq üçün bu prosesi bir möhürlə bitirmək lazımdır. Bu artıq oldu mu, olacaq bu suallarının qabağını kəsməkdir. Səndə o olacaq ki, tamam oldu. İndi dərindən burnunla nəfəs al. Və yavaş-yavaş ağzınla nəfəsini burax. İndi nəfəs alanda gözün qabağına gətir ki, nəfəsi ürəyindən alırsan. Nəfəsi alanda da görəcəksən ki, necə işıqla dolusan. Və o işığı nəfəsi alanda görəcəksən, nəfəsi verəndə o işığı ətrafına, otağına buraxacaqsan. Dərindən nəfəs al, ürəyində gör işığı, ürəyin vasitəsilə al nəfəsi. Sanki ürəyin burnu əvəz edir, burun əvəz edir. Dərindən nəfəs al və yavaş-yavaş nəfəsini ətrafındakı insanlara, otağa burax. O nuru, o enerjini ora burax. Bir də dərindən nəfəs al. O işığı çəkirsən, səndədir. Çünki Allah nəfəs verir sənə. Allah işıqdır. İşıq sənə işıq verir, nəfəs verir. Sən işığa çevrilirsən, sən əvvəlki vəziyyətinə qayıdırsan, sən başlanğıca qayıdırsan, sən özünə qayıdırsan, sən nur evladısan, nur evladlığına qayıdırsan. Və bütün bədəninin parıldadığını və çox yüngül olduğu indi hiss et.
Gör bədənin necə parıldayır, onu gör. Gör necə yüngüldür bədəni. Çünki yazılıb ki, Allahın ruhu suların üzündə dolaşırdı. Sən Allahın ruhusan və yüngülsən. İndi sən bütün kainat üzərində dolaşırsan. İndi qanatlanıb qartal kimi səmada üzdüyü, süzdüyü gör. Çünki sənin barəndə belə yazılıb. Allahın ruhu suların üzərində dolaşırdı. Sən isə Allahın ruhusan. Çünki başqa ruh yoxdur. Bax gör, necə, bax gör, necə səmada üzürsən, süzürsən. Ürəkdən gələn bir minnətdarlıqla indi denən. Ürəkdən gələn tam minnətdarlıqla arxamda təkrarla denən ki, bu artıq bitdi. Mən yeni, ölməz və şəfalı bir reallığa möhürləndim. Mən möhürləndim, tamam oldu. İndi o kəslər ki, mənə qulaq açıb gözlərini yummuşdu. Siz gözlərinizi açanda artıq köhnə insan olmadığınızı, hüceyrə səviyyəsində dəyişdiyinizi tam bir əminliklə qəbul edəcəksiniz. Aç gözünü və gör hüceyrə səviyyəsində necə dəyişmişsən və bunu qəbul et. Sən indi reallıqdasan. Bu sənin reallığındır. Ona görə də sizə deyirəm ki, bədənlərinizi bir maşın kimi yox, bir itayətkar xidmətçi kimi baxın bədənlərinizə. Deyin ki, mənim bədənim, mənim itayətkar xidmətçimdir. Hüceyrə dialoğunun mərhələsinə başlayırıq. O kodları sizə verəcəyəm. Hüceyrə dialoğunun mərhələsində istifadə edəcəyiniz spesifik, xüsusi kodlar var. Onları vizuallaşdıracaq, yəni görüntü şəklinə, reallıq şəklinə gətirəcəyik. Öz zədəli nahiyən varsa, haradasa, bir problemli nahiyən varsa, gözünü yum. Lazer kimi, lazer fokuslaması ilə, elə bir lazer işığı kimi həmən yerinə bax indi. Hüceyrələr dağınıq əmirləri çətin anlayır. Əmir spesifik olmalıdır, xüsusi olmalıdır. Diqqətini bədənin və ya onurğanın zədəli olan konkret nöqtəsinə indi, fokusla. İnsan bədənində ən çox zədəli olan yer 4-cü və 5-ci onurğadır, beldə olan. Çünki insan bütün dünyanın qayğısını öz üzərinə götürür. Və bu sözü, bu kodu dinən, öz bədəninə, hara ki, ağrıyan yerin var ora, dinən bu nöqtədəki bütün iltihab və sıxılma indi yox olur. Ağrıdığın bu nöqtədə olan bütün xəstəlik indi yox olur. Və Məsihin, İsa Məsihin nizamı dinən bu boşluğa daxil olur. İndi kök hüceyrəni aktivləşdirəcəyik. Kök hüceyrə nədir? Kök hüceyrələr başqa cür hüceyrələrə diferensiya edə bilən, yəni başqalarına qarışa bilən hüceyrələrə deyilir. Çünki onurğa iliyi, sənin onurğanın içində olan ili bədənin kök hüceyrə zavodudur. Elə bir sənin onurğan daim kök hüceyrələri yaradır, odur yaradan, ora zavoddur. Və bu, sənin daxilində olan bu hüceyrələr hər hansı toxumaya çevrilmə qabiliyyətinə malikdir. Elə bil, kök hüceyrələri
sənin iliyin, yəni o onurğanın içində olan bu xam mal kimidir, başa düşürsən? Bunu xam mal kimi başa düş. Denən indi yaradacaqsan sən. Çünki sən o iliyinin içində olan o xam mala nəyə çevrilməli olduqlarını deməsən, onlar hərəkətsiz qalacaqlar. Və bu sözü, bu kodu indi, bu haçarı denən onurğa sümüyünün içindəki olan o iliklərə, kök hüceyrələrə denən ki, onurğa iliyimdəki kök hüceyrələr indi hərəkətə keçin. Bədənimin zədəli yerlərinə hərəkətə keçin. Zədəli onurğa disklərimə, zədəli sümüyümə, zədəli kletkalarıma axın edin. Denən orada yeni elastik, sarsılmaz bir qığırdaq toxuması yaradın, qığırdaq toxumasına çevrilin. Denən mən əmr edirəm, sümük sümüyə, sinir sinirə birləşir. Çünki insan özünü sınmış hiss etdikdə sümük bərpa olmur. Ona görə də sən öz bütövlük şəklini beyninə ötürməlisən. Onurğanı elə bir ki, bir-birinə keçmiş qüsursuz, dişli bir çarxlar kimi və ya şəffaf, amma elə bir poladdan daha möhkəm bir sütun kimi təsəvvür et ki, sənin onurğa sütunun, sümüyün, şəffaf, Allahın izzəti olan bir polad kimi bir sütundur. Və indi öz onurğana denən, mənim onurğam müqəddəs ruhum dirəyidir. O əyilməzdir, o ağırsızdır, o mükəmməldir. Denən hər bir sinir kanalım açıqdır və həyat enerjisi sinir kanallarımla manesiz axır. Denən mən Məsihim mənə verdiyi səlahiyyətlə bu bədənimə, onurğama, DNT-mə əmr edirəm. Zədəli yerlərim, sümüklərim, bir-birinizi tanıyın və Məsihin sevgisi ilə qaynaq olun, bir-birinizə birləşin. Denən kletkalarımın sinir uzları oyanın və beynin əmrinə tabi olun. Tapşırıq verindi öz DNK-na, öz kletkalarına. Denən ki, beyindən gələn əmrlərə tabi olun. Və indi haran ağrıyırdısa, o yeri indi hərəkət elətdir. Elə bir iman hərəkəti, iman addımı at. Və indi ölməzlik nüansını sənə deyəcəyəm. Hüceyrələrinə denən indi. Öz hüceyrələrinə denən ki, denən siz ölmək üçün proqramlaşdırılmamışsınız. Siz denən əbədi dövrüyə üçün yaradılmışsınız. Köhnə hüceyrələr ölmür, dinən o eşitsin hüceyrələrin. O özünü yenisi ilə əvəz edərək gəncləşir. Ona görə də mən gəncləşirəm. Bax, bu ölüm proqramını tamamilə silən ən güclü koddur. Və gəlin bu kodu bir də təkrar edək. Bu düşüncədən gələn bu şifrəni bir də təkrar edək. Denən, mən ölmək üçün proqramlaşdırılmamışam. Mən əbədi həyat üçün
yaradılmışam. Mən əbədi dövrüyə üçün yaradılmışam. Mənim hüceyrələrim heç vaxt ölmür. Onlar ölməzdi. Mənə səhv məlumat verilibdi. Mən bu səhv məlumatı sıfıra indirirəm. Mənim köhnə hüceyrələrim ölmür. Onlar özlərini yenisi ilə əvəz edirlər və gəncləşirlər. Bu bugün mənimlə baş verir. Bu bugün mənim reallığımdır. Mən özümə qayıtmışam. Mən evə qayıtmışam. İsa deyir ki, başlanğıcda belə deyildi. İsa insanları özləri barəsində ölüm, ölən olan, çürüyən olan fikirləşəndə, görəndə İsa onlar barəsində dedi ki, başlanğıcda belə deyildi. Sən ölməzsən, sən çürüməzsən, başlanğıcda ölümlü deyildir. Əziz qardaşım, bacım, sən bu günlərim özünə qayıtmışsan. Sən başlanğıca qayıtmışsan. Başlanğıc kimdir? İsa Məsih dedi, başlanğıc və son mənəm. Sən Allah olan özünə qayıtmışsan. Sən Allahdasan, Allah isə səndə yaşayır. Ata, mən bu yayını edirəm. Bu günlərin bu yığıncağa qulaq asan və gələcəkdə qulaq asan hər kəsə, mən hər kəsin başına əlimi qoyuram. Diqqətlə baxsaz, burada bir baxmayın, əlimi başını görəcəyiz. Diqqətlə baxsaz, əllərimiz başınızda görəcəksiniz. Mən əllərimi sizin başlarını qoyuram. Yarını öptürürəm. Rəbbim bu üçün götürürəm. Ata sən minnətdar. İsa Məsih minnətdar. Müqəddəs ruh sənə minnətdaram. Burada baş verən qanunvericiliyə görə bu möcüzə deyil. Bunlar, burada olan insanların bədənlərinin qanunvericiliyidir. İmanla şəfa almaq möcüzə deyil, bu qanunvericilikdir. Çünki sənin kletkaların düzgün vibrasiyada, düzgün səsi eşidəndə bərpa olmağa başlayır. Sənin kletkaların, sənin xəstə olan yerlərin düzgün əmri eşidəndə, qorxu və çürümə proqramından azad olanda, məhəbbət və istilik həyat qanununa daxil olanda, onlar sənin kletkaların, yəni reseptorların işıq saçmağa başlayır. Ona görə sən bu dəyişirsən. Ona görə sən